Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Xurmalı şokoladlı şirniyyat hazırlamısınız? Əgər hələ sınamamısınızsa yaxın oturun. Çox dadlı və hazırlanması da olduqca çox rahat. Əvvəlcə xurmaların tumunu çıxardırıq. Qaba yağlı kağız sərib xurmaları sırayla düzürük. Sonra xurmaların üzərini stəkanla hamarlayırıq. Üzərinə bişmiş, qatılaşmış süd əlavə eləyib hər tərəfə bərabər şəkildə yayırıq. Doğranmış qoz, badam, fındıq ləpəsini və zirinci üzərinə səpirik. Daha sonra əridilmiş şokoladı üzərinə yayıb buzluqda 20-30 dəqiqə saxlayırıq. Baxın, görün necə gözəl görünüşü var. Şirniyyat bərkiyəndən sonra çıxardıb dilimləyirik. Çayımızı süzüb xurmalı şokoladlı şirniyyatımız ilə nuş edirik. Göz haqqınızı halal eləyin, hazırlayanlara nuş olsun.